İsrailə uşaq qatili deyirsiniz. Bəli, Qəzzada İsrail əskəri uşaq qatilidir. Amma İran da görün necə rahat bir şəkildə öz vətəndaşını, baxın necə asır, rahat bir şəkildə, sanki qoyun başı kəsir. Biz hələ heyvanın belə başını kəsəndə, heyvanı belə ətini kəsəndə biz deyirik ki, ehtiyatlı olun. Baxın, bir insanı edam eləyirlər, gənc bir uşaqdır. İranı dəfələrlə yarışlarda təmsil eləyən, İran bayrağını qaldıran gənc bir uşaq. Bunun valideynlərinin günahı nədir? Əziyyət çəkib uşaq dünyaya gətirir, böyüdür ki, bu uşağı siyasətə görə, İran molla rejiminə qarşı çıxdığına görə edam eləsinlər. Minlərlə belə vətəndaşı interneti söndürüb edam eləyirlər. Bu şərəfsiz dövləti, bu şərəfsiz rejimi Azərbaycanda müdafiə edən hər bir kəs məsuliyyətə cəlb olunmalıdır. Hər bir kəs. Mən çox xahiş eləyirəm. Yəni bu dövləti siz, bu rejimi siz dünyada molla rejimini, İslam rejimini dünyada məsum kimi təqdim edirsiniz. Baxın da, buna nə deyəcəksiniz? Naxçıvanı gəldi, raket atdı, dedi İsrail göndərib. Buna nə deyəcəksiniz? Bunu da İsrail eləyir. Ya bəstirin də. Yəni bu qədər şərəfsiz olmaq olmaz da, bizdəki İran avtofalarına deyirəm.